Bakıda 1-ci Türkoloji Qurultayın qurucuları və dərsləri, tarix və müasirlik mövzusunda beynəlxalq elmi konferans keçirildi. Gençavaz xəbər verir ki, 1926-cı ildə Bakıda keçirilmiş 1-ci Türkoloji Qurultaydan 100 il ötür. Bu konferansın yenidən Bakıda təşkil olunması ortaq tarixi köklərə və milli mənəvi dəyərlərə malik olan Türk xalqlarının qarşılıqlı əlaqələrini daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır. Konferans Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki böyük akt zalında baş tutub. Qeyd edək ki, 100 il əvvəl də 1-ci Türkoloji Qurultay fevralın 26-sından martın 6-sına dək məhz bu binada Ameyanın Rəyasət Heyətinin indiki binasının böyük akt zalında keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev 1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 2025-ci il 22 oktyabr tarixində sərəncam imzalayıb. Sərəncamda vurğuladığı kimi Bakı şəhəri 20-ci əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanıdığı üçün 1-ci Türkoloji Qurultaya ev sahibliyi edib. Konferansda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibəyli, Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Ali, Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov, Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Sərdar Can, Türkiyənin Milli Təhsil Nazirinin müavini Cəlilə Eren Ökdən, AK Parti sədrinin müavini Kürşad Zorlu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və digərləri çıxış ediblər. Konferansda Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan və Qazaxıstandan gələn nümayəndələr də iştirak ediblər. Xatırladaq ki, bu qurultayın 80 və 90 illik yubileyləri də Azərbaycan prezidentinin müvafiq sərəncamlarına əsasən ölkəmizdə yüksək səviyyədə qeyd olunub.